Salam herkese, biz bugün sizinlə 8-ci sinif kimya 1-ci hissə yeni nəşr olan kitabımızdan 1.1-in tapşırıqlarını eləyəcəyik. Deməli, gəlin baxaq. Öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın və burada fəaliyyət də var. Fəaliyyətdən başqa yoxdur. Baxaq. Deməli, deyir, elektronların nüvə ətrafına paylanmasını yəni göstərmək. Onların qrafik təsvirlərindən istifadə olunur. O zaman hər bir orbital bir kvadrat xana ilə ifadə edilir. O halda S, P və D yarımsəviyələr necə ifadə olunur? Baxın, əgər kvadratlandırsa, baxın, burada da verilib, əgər bilmirsinizsə. Deməli, orbital sayı neçədir? Hər bir orbital bir dənə xana ilə işarə olunur. S-də bir dənə orbitaldır, P-də 3 dənədir, D-də də 5 dənədir, düzdür? Deməli, onda S olacaq bir kvadrat, P olacaq 3 dənə, 1, 2, 3 oldu. D-dəki olacaq 5 dənə, 1, 2, 3, 4, bunda 5. Bərabər bölməsəydə işin olmaz. Elə burada baxın, göstərir. Bu S-dir, yazılıb altından, bu P-dir. Bu da D yarım səviyyəsi olur. Deməli, indi o biri sorumuza baxaq. Nədir? Birinci, ikinci və üçüncü energetik səviyyələrin qrafik təsviri necə olur? Baxın. Silək bunun hamısını. Deməli. Deməli. Gəlin baxaq. Necə olur? Birinci, ikinci və üçüncü. Gəlin burada yazaq. Bir də dediyi ancaq S olur. Ona görə bir dənə bunu çəkəcək. Ya da ki, elə burada göstərilir. Baxın, elə bu göstərilir. Bu fəaliyyəti ondan əvvəl veriblər. Bu uşaq o birisini oxumadan keçin. Gəlin yeniləyik. Birinci səviyyə olacaq 1S. Yəni bir orbital. İkinci səviyyə olacaq 1S. Yarım səviyyəsi. Bir dənə də P yarım səviyyəsi və 3 orbital. Üçüncü səviyyə olacaq yenə S yarım səviyyəsi. P yarım səviyyəsi. Və D yarım səviyyəsi olacaq 4 və 5. Və D yarım səviyyəsi olacaq. Baxın, belə. Burada da göstərilir. 1S, 2S, 2P, 3S, 3P, 3D. Məsələn, əgər burada məsələn 2S və 1S var. S olaraq da yaza bilərdi. Amma biz bilməyəcəkdik. Birinci yarım səviyyədən, birinci energetik səviyyəsindən gedir söhbət. Yoxsa ikinci energetik səviyyədən gedir söhbət. Artıq biz bilməyəcəkdik. İndi gəlin baxaq tapşırıqlarımıza. Öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin. Deməli. Öyrəndiklərinizi tətbiq edin. Atomda 1, P və 2 D yarım səviyyəsi var. Atomda. Atomda hansı yarım səviyyələr var? İlk öncə yazın. 1S, 2S, 2P, 3S, 3P və 3D. Dördüncü səviyyədə də belə olur. 4S, 4P, 4D və əlavə olaraq 4F olur. Bunu hələ sizdə verməyiblər. Hələ siz keçmirsiniz. Onu sonra keçəsiniz. Ona görə bura getməyək. 1P və 2D. Bildiyimiz kimi birinci yarım səviyyə, energetik səviyyədə ancaq S olur. P olmur. Yəni bu olmaz. 2D. Və elərik ikinci energetik səviyyəmizdə də SP olur. Yalnız D səviyyə, yarım səviyyəsi olmur. Deməli, heç biri olmur. Yəni bu səviyyələr yoxdur atomda. Baxaq ikinci sualımıza. Energetik səviyyənin nömrəsini N ilə işarə etdikdə. Bu energetik səviyyədə olan orbitalların ümumi sayı və elektron sayı cansız düstur təklif edər. Deməli, energetik səviyyə nömrəsi N-dirsə, bax, ümumi sayı, bax, necə asılıdır? 1-dir, bir energetik səviyyədir və nəyə görə əsasən nədir? Orbitalların sayına görə düzdür. 1-dirsə 1-dir. Energetik səviyyəmiz ikinci energetik səviyyədirsə, ümumi orbital sayı 4-dür. 3-də 9-dur. Deməli, bu nədir? N-in kvadratı, yəni 1-in kvadratı 1. 2-nin kvadratı
Yani 2 bu ne oldu ki? Neyse. Hamsel oldu. Bir dakika. Neyse kalsın. Deməli. Baxaq. Deməli hardaydı? Hə. Yəni 1-in kvadratı 1. Yəni 1-in kvadratı 1, 2-nin kvadratı. Alın. Bir dəqiqə. Yəni 1-in kvadratı 1, 2-nin kvadratı 4, 3-ün kvadratı 9 yenə olacaq. Yəni birinci sualımıza əsasən n-in kvadratını təklif edər. Digəri deyir ki, elektronların sayı üçün baxaq. Baxın, 1 olanda 2 elektron olur, 2 olanda 8 elektron, 3 olanda 18 elektron olur. Deməli, bunlara n-in kvadratı dediysə, bunu 2'ye, 1'i 2'ye vuranda 2 ediyor, 4'ü 2'ye vuranda 8, 9'u 2'ye vuranda olacaq. Deməli, biri n'in kvadratıdırsa, o biri də olacaq 2'nin kvadratı. Gəlin baxaq. Deməli, 1'in kvadratı 1, 1'i də 2'ye vurdum, 2 tapdım. 2'nin kvadratı 4, 4'ü 2'ye vurdum, 8. 3'ün kvadratı 9, 9'u da 2'ye vurdum, 18. Gördünüz? Necə də düzgün aldım. Baxaq, öyrəndikləriniz yoxlar. Ne üçün elektron təbəqələrində həm də energetik səviyyələr deyilir? Niyə? Çünki bunların enerjiləri olur. Və enerji dəyişmə, məsələn, ən yaxında olan ən az enerjiyə malik olur. Ən uzaqda olansa ən çox enerjiyə malik olur. Ona görə də enerjiləri, baxın, burada da yazıb, ən çox olur. Enerjilər fərqli olduğuna görə elektron təbəqələri energetik səviyyələr deyilir. Deməli, ikinci sual, S və P orbitallar bir-birindən nə ilə fərqlənir? P-X, P-Y və P-Z orbitalların oxşar və fərqli xüsusiyyətləri az. S və P orbitallar bir-birindən nə ilə fərqlənir? Bax, S-in P orbitalları deyir, hə? S və P orbitallar. Deməli, S və P orbitallar necə fərqlənir? Məsələn, S orbitalı bütün orbitallarda olur. P orbitalı isə məsələn birinci, yəni S orbitalları üzr sayın, bütün orbitallarda yox. S orbitalları bütün energetik səviyyələrdə olur, amma P orbitalı birinci energetik səviyyəsində olmur. Məsələn, bu deyə bilərik. Sonra P-X, P-Y, P-Z orbitalları, baxın, burada var idi. P-X, P-Y, burada P-Z yazılıb. Deməli, fərqliləri nədir? P-X, baxın, yatay şəkildədir. P-Y düz şəkildədir, bu da çarpaz şəkildədir. Baxın, bu məsələ sala bilər, məsələn, iş dəftərində olmalı bilmirsə. Bunu verməyib və belə xət çəkib buradan X qoyub, bunu bu Y, bu da Z-də, düzdür. Bu belə eləyib. Və deyir ki, bu adı nədir? P-X-dır, P-Y-dir, P-Z-dir. Hardan biləcək? Baxın, qısa ox hansıdır? Qısa ox. Qısa ox hansıdır? Baxın, uzundur. Uzundur deyəndə necə? Yəni, bəlkə də baxsaq, hər üçü də eynidir. Amma ki, burada çıxıntılarına baxın bunun. Bunun çıxıntılarına baxın, bunların çıxıntılarına, bunların çıxıntılarına. Deməli, az çıxıntısı olan həmin bildirir. Məsələn, buna baxsa, məsələn, elə bunu bilmirik də. Deməli, bilirik ki, bu P-Z orbitaldır. Deməli, suallarımız bugünlük bu qədər. Yox, üçüncü sualda var imiş, gəlin üçündə baxaq. İkinci energetik səviyyədə neçə yarım səviyyə olur və orbital olur? İkinci energetik səviyyədə 2 yarım səviyyə olur, S və P və orbital olur. Orbital var. Neçə orbital var? S-in 1 orbital, P-nin də 3, 1 və 3, 4 orbital vardır. L-in kvadratına görə də tapa bilərdiniz. Bu orbitallar maksimum neçə elektron hesabına yarana bilər? Bu orbitallar maksimum 8 elektron hesabına yarana bilər. Əgər təkcə ikinci energetik səviyyəsini deyirsə 8, amma birinci və ikinci ikisini də bir yerdə əgər istəyirsə, onda 10 olacaqdır. Hələlik dostlar, bugünlük dərsimiz bu qədər. Sağ olun.